Salam bir daha, xoş gördük hörmətli izləyicilər. Deməli, bugünkü sınavımızın mövzusu dünya ölkələri qədimdən, yəni qədim dövrdən 20-ci yüzilliyin əvvəllərinədək olan dövrdə. Deməli, ilk öncə hər kəsdən, yəni kanalımıza abunə olmağı, bəyənib paylaşmağı, yəni xahiş edirik. Çünki nə qədər ki izləyicimiz çox olarsa, yəni bəyənmə çox olarsa, daha çox şəxsə yetər və daha çox şəxs, yəni abituriyentlər, MİQ və sertifikasiya hazırlaşan həmkarlarımız suallardan yararlana bilərlər. Deməli, ilk sualımız belədir. Deməli, ilk sualımız belədir. Eyder-Venn diaqramında müqayisə edin Sinşxuandi və Xubilay xan. İdarə etdiyi dövlətin paytaxtını digər şəhərə köçürülmüşdür. Bu Xubilay xana aiddir. Qaraqorumdan Pekinə köçürülmüşdür ki, bu da o mərkəzi ulusdan, yəni uluslar arasında yəni əlaqələri zəiflətmişdi. Yeni sülalənin əsasını qoyub hər ikisi, biri Sin sülaləsinin, biri isə Monqol Yuan sülaləsinin B gedəcək ortağa. Yəni bir də qeyd edək ki, yəni sualın tapılmasının ən asan yolu birinci növbədə ortaq cəhəti tapmaqdır ki, yəni həm zaman baxımından yəni sərf edir, həm də yoruculuqdan yəni xilas olmuş olursunuz. C-yə baxırıq, özünü Çinin imperatoru adlandırılmışdır, hər ikisinə aiddir. Çini ilk dəfə Vaydalıda birləşdirmişdi burada, yəni bu da gedir Sinşxuandiyə. Deməli, cavab burada B-C. Deməli, B-C cavab A bəndidir. Deməli, ortağa gedir B-C, məhz cavab A bəndidir. Hörmətli izləyicilər, yəni kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Sizdən yəni xahiş edirik ki, yəni bəyənməyi unutmayın. Çünki bir dəfə bəyənəndə YouTube onu 10 nəfərin izləyicinin qarşısına çıxarır. İkinci sual. Birinci Göytürk dövlətində Yabqu və Xəzər xaqanlığında isə Xaqan bəyi maliyyə işlərinə baxırdılar, xeyr. Vergilər toplayırdılar, xeyr. Dövlətdə ikinci şəxs idilər, bəli, cavab C bəndidir. Hətta gələcək varis kimi rolunu da oynayırdılar. Yəni, həm birinci Göytürk dövləti 552-ci ildə yaranıb, bu Xaqan tərəfindən 6-cı yüzün 80-ci illərində isə parçalanmışdır. Xəzər xaqanlığı da 7-ci yüzün 50-ci illərdə yaranmış, 965-ci ildə isə Slavyanlar yürüşləri nəticəsində məhz süquta uğramışdır. Deməli, növbəti sualımız üçüncü sualdır ki, Səfəvilər bu qalanı ələ keçirməklə Şirvanşahların xəzinəsini də ələ keçirmişdilər. Deməli, burada Bakı və Buğurt qalalarından gedir söhbət. Yəni, 1501-ci ilin yazında Bakını, 1538-ci ildə isə Təhmasibin dövründə bilirsiniz ki, əvvəl Əliqas Mirzəni göndərdi. Əliqas Mirzə mühasirənin yəni uzanlığını eşidən, yəni Təhmasib özü də getdi və nəticədə 1538-ci ildə Şirvanşahlar dövlətinin varlığına son qoydular. Yəni burada Bakı və Buğurt qalalarından gedir söhbət. Məhz cavab Y bəndidir. Dördüncü sual. Klasteri tamamlayın. 17-ci əsrin 80-ci illərində Respospolita, 20-ci əsrin ilk 10 illiyində İngiltərə, yəni kanalımıza yəni abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Yəni xahiş olunur ki, yəni bəyənin ki, daha çox şəxsin qarşısına çıxsın. Deməli, suallar əksərən, yəni əksəriyyəti müqayisə və düşündürücü, öyrədici, yəni mexanizm üzərində qurulmuşdur. İnşallah ki, sizin üçün faydalı olar. Dördüncü sual, deməli, klasteri tamamlayın. 17-ci əsrin 80-ci illərində Respospolita, 20-ci əsrin ilk 10 illiyində İngiltərə. 1. Çar Rusiyası ilə ittifaq yaratmaları düzdür. Yəni, 1686-cı ildə Respospolita Rusiya ilə müqavilə bağladı və onu Osmanlı əleyhinə, yəni ittifaqa qoşulması təmin etmiş oldu. 1907-ci ildə də, yəni Peterburqda Fransanın vasitəçiliyi ilə İngiltərə və Rusiya arasında ittifaq bağlandı. Antantanın yaradılması başa çatdırıldı və nəticə etibarilə yəni tarixi düşmənçiliyə son qoyulması ortaq cəhətdir. Bir deməli doğrudur. Osmanlı ilə müharibə aparmaları 10 illikdə İngiltərə aparmayıb. Çar Rusiyası düşmənçiliyə son qoyulması cavab 1-lə 3-dür. Məhz o da D bəndində məhz öz əksini tapmışdır. 5-ci sual.
Xronoloji ardıcıllamaya edin. Kresi döyüşünün baş verməsi 1346, Salahaddin Əyyubinin Qüdsü azad etməsi 1187 Təbəriyyə döyüşü ilə, Osmanlıların Zigetvar qalasını dağıtması 1566-cı ildə, düzdür bu mühasirə Sultan Süleyman Qanuninin dövründə mühasirə alınsa da, amma o qalanın alınmazdan əvvəl vəfat elədi və nəticədə qalanı 2-ci Səlimin dövründə 1566-74-cü hakimiyyətdə olan oğlu Səlimin dövrü tutuldu və dağıdıldı. Fransada etiqad azadlığı haqqında fərmanın verilməsi, bu da 16-cı yüzillikdir. Deməli, baxırıq. Deməli, Kresidən əvvəl 2 gələcək, 1 gələcək, sonra 4 və sonda 3 gələcək. Deməli, cavab olur A bəndi. Cavab olacaq A bəndi. Keçirik növbəti sualın izahına. Deməlidir ki, xəritədə Şimal Alman İttifaqı yaradılmışdı. Bu ikinci yarısıdır. Bu bizdən birinci yarısını soruşur. 1866-cı ildə yaradılıb, 67-də onun konstitusiyası qəbul olunub. Gömrük sərhədlərinin ləğv edilməsi, bəli, 1834-cü ildə bu baş vermişdi. C-yə baxırıq, Vadi İmperiyanın yaradılması, bu 1871-dir. Bu da ikinci yarısıdır. D-yə baxırıq, yeni konstitusiyanın qəbul edilməsi, yəni yeni o deməkdir ki, yəni əvvəl var, ikincisi, üçüncüsü qəbul olunur. İlk konstitusiya 1849-cu il 1-ci Alman inqilabı nəticəsində qəbul olunmuşdu. Amma yenisi 1867-ci ildə, bu da ikinci yarısına düşür. Fransa Respublikası ilə müqavilə imzalanması, bu da 1871-ci Versalda, yəni məlum o, Elzas Baratonun gəlinin Fransadan alınması və 5 milyard frank təzminat və s. Onun üçün doğru cavab 1834-cü ildə baş vermiş vahid, yəni Gömrük İttifaqının yaradılmasıdır, Avstriyanın iştirakı olmadan. Hətta biz bunu yəni Azərbaycanda rəhbər vergisinin ləğvinə oxşa götürürük ki, daxili gömrük rüsumlarının ləğv olunması, yəni ticarətin inkişafına şərait yaratması. Növbəti sual deməli, deyir ki, 7-ci sualda eradan əvvəl 6-cı əsrdə meydana gəlmişdir. Qədim Misir dövlətini süquta uğratmışdır. Verilənlərin aid olduğu dövlətlə Ahun dövləti üçün oxşar cəhət. Deməli, erkən orta əsrlərdə süqut etmələri, yəni burada söhbət gedir Əhəməni dövlətindən, indi onun Ahun dövləti ilə oxşarlığını soruşur. Erkən orta əsrlərdə süqut etməyib, yəni Əhəməni erdən əvvəl 330-cu ildə Makedoniya İskəndər tərəfindən süquta uğradılıb, ona görə bunu götürə bilmərik. B. Makedoniya dövləti ilə mübarizə aparılması, bu yəni Əhəmənilərə aid olsa da, yəni Axunlara heç bir aidiyyəti yoxdur. Mərkəzi Asiyada yaranması Axuna aiddir, amma İran yaylasında yaranmışdır Əhəməni dövləti. D-yə baxırıq, Hindistana yürüş etmələri, bəli, yəni 6-cı əsrin sonlarında, 1-ci Daran dövründə məhz Hindistana ilk dəfə xarici dövlət kimi yürüş edən Əhəmənilərdir. Məhz ilk türk dövləti kimi də Hindistana yürüş edən məhz Axunlardır, ortaq cəhətdir, D variantı oxşardır, yəni doğru cavabdır. Y bəndinə baxırıq, Göytürklər tərəfindən süquta uğradılması bu Axunlara aiddir. Dediyimiz kimi, əvvəldə qeyd etdiyimiz kimi, Əhəmənilər Makedoniya İskəndər tərəfindən süquta uğradılmışdır. Çox sağ olun, Allah razı olsun. Deməli, 8-ci suala baxırıq. 16-cı əsrin ikinci yarısında, biraz yaxınlaşdıraq. 16-cı əsrin ikinci yarısında Şah 1-ci Təhmasibin ölümündən sonra Səfəvi dövlətində hakimiyyət uğrunda mübarizə başladı. İkinci İsmailin öldürülməsindən sonra hakimiyyətə gəlmiş yeni şahın dövründə xəzinə boşaldı və mərkəzi hakimiyyət zəiflədi. Bu vəziyyətdən istifadə edən Osmanlılar Səfəvi torpaqlarına yürüş etdilər. Mətndə haqqında bəhs olunan şahla Şah Sultan Hüseyin üçün hansı bənddə oxşarlıq verilmiş? Deməli, haqqında bəhs olunan Şah Məhəmməd Xudabəndədir. 1578-87-ci illərdə hakimiyyətdə olmuşdur. Şah Sultan Hüseyin də 1694-1722-ci illərdə hakimiyyətdə olmuşdur. Deməli, burada oxşar cəhət nə ola bilər? Deməli, əsrlə düz gəlmir. Biri 16-dır, biri 17-ci, 18-ci əsrdə hakimiyyətdə olub. B-yə baxırıq. Şirvanda Səfəvilər əleyhinə üsyanların baş verməsi. Bəli, bu doğru cavabdır. Çünki bildiyiniz kimi Çıldır döyüşündən sonra Şərqi Gürcüstan tutuldu və Şirvana yol açıldı. Şirvanın da Osmanlılar tərəfindən tutulması asanlaşdıran məhz Şirvanda Səfəvilər əleyhinə üsyanların
baş verməsi idi. Şah Sultan Hüseyn dövründə məlum məsələdir ki, Hacı Davudun rəhbərliyi altında baş vermiş üsyan. Cavab B bəndidir. O birisi variantlarda baxırıq, yəni sualın doğruluğunu yoxlamaq üçün. Osmanlılarla mübarizə aparmaları, yəni Şah Sultan Hüseyn aparmamışdır deyə baxırıq. Qızılbaş əyanlar tərəfindən hakimiyyətdən devrilmələri, yəni Məhəmməd Xudabəndə devrilsə də, amma Şah Sultan Hüseyn əfqanlar devirmişdi 1722-ci martın 8-də İsfahan tutaraq, paytaxtı tutaraq belə deyək. Əfqanlarla mübarizə nəticəsində Xorasan vilayətini itirmələri Şah Sultan Hüseyn dövrünə aiddir, amma Məhəmməd Xudabəndədən sonra gəlmiş oğlu Şah 1-ci Abbasın dövründə Xorasan itirilib. Çox vaxt buna diqqət eləmirlər. Kitablarda xəritə üzərində məhz Şeybanilərin 1588-89-cu illərdə Xorasana yürüş edib, yəni Səfəvilərdən geri almaları, yəni xəritə üzərində məhz zamanla qeyd olunmuşdur. Ona görə də Şah, yəni ortaq cəhət götürə bilməli, çünki Məhəmməd Xudabəndəni görmür, yəni Xorasanın itirilməsi. Deməli, növbəti sualımız 9-cu sualdır. Belə deməli verilmişdir. Verilənlərdən hissəsi oxşarlıq kimi sxemdə sual işarəsini yerinə yazmaq olar. Uattalya üsyanı, Quba üsyanı. Müstəmləkə zülmünə qarşı baş vermələri bu Quba üsyanına aiddir. Uattalya çünki İngiltərənin daxilində İngilislərin öz hökumətə qarşı olmuşdu. Vergilərin çox olması səbəbi ilə başlamaları, bəli, ikini götürə bilərik. Üsyançıların bir sıra tələblər irəli sürməsi, bəli, Uattalya'da vergi və mükəlləfiyyətin azaldılması, biyarın ləğv olunması var idi. Quba üsyanında da atlıların toplanması, dayandırılması, komendant və əlaltıların işdən çıxarılması tələbi var idi. Məğlub olsa nəticəsiz qalmamaları. 2, 3, 4, yəni 3-ünü biz burada yaza bilərik. D variantı məhz sual işarəsinin yerinə yazıla bilər. Hörmətli izləyicilər, yəni bəyənməyi, paylaşmağı, abunə olmağı unutmayın. Deməli, keçirik 10-cu suala. Viyana konqresindən fərqli olaraq Paris konferansında Viyana 1814-də çağırılıb 15-ci ildə yekunlaşıb. Əsas həlledici dövlətlər İngiltərə, Rusiya, Prusiya və Avstriya olmuşdur. Paris isə 1919-cu ildə çağırılmışdır. İndi baxırıq. Rusiya bir sıra ərazidən verilmişdir. Bu Viyana aiddir, amma Viyanadan fərqli olaraq Paris istəyir. Yəni Versal istər. Daha doğrusu üzrlü sayın 1856-cı ildən söhbət gedir, bir anını unutdum. Krım müharibəsi nəticəsində Paris konferansından üzrlü sayın. Deməli, Rusiya bir sıra ərazidə verilmişdir. Xeyr, sadəcə belə deyək, tərəflər işğal etdiyi ərazidə bir-birinə qaytarırdılar. Burada ərazi verilmədən söhbət gedə bilməz. İngiltərə yeni nüfuz dairələri əldə etmişdir. İngiltərənin hər hansı bir nüfuz dairəsi əldə etməsindən yəni Parisdə danışılmır. Avropada güc tərazisi dəyişmişdir. Yəni bu da ortaq cəhətdir. Osmanlı dövləti iştirak etmişdir. Bəli, Viyana konqresində Osmanlıdan başqa bütün Avropa dövlətləri iştirak edirdi. Amma yəni Parisdə isə Osmanlı özü də iştirak edirdi. Hətta onun ərazi bütövlüyü, müstəqilliyi təminat altına alınır. Onun daxili işlərinə heç bir dövlət qarışmamalı idi. Hətta belə deyək, Qaradənizdə heç bir dövlətdə donanma saxlamamalı idi. Yəni müharibə dövründə və yaxud da boğazlardan gəmilərin keçməsi də qadağan olunurdu Qaradənizə çıxışı olmayan dövlətlərin. Keçirik 11-ci suala. Əfşar imperiyası ilə Britaniya imperiyası üçün oxşarlıq. Hindistan tamamilə işğal etmələri xeyr. Yəni Hindistanın şimal-qərbini Nadir Şah tabe edə bilmişdi. Moğol dövləti ilə mübarizə aparmaları, bəli, cavab B bəndidir. Bilirsiniz ki, indi abituriyent proqramlarında yoxdur, amma dərsliklərdə keçilir ki, yəni Xayber və Karnal döyüşlərində Nadir Şah Əfşar, yəni Məhəmməd Şah məğlub etmişdir. Britaniyalı məlum məsələdir ki, hətta onu süquta da uğradıblar 1858-də Sipahilər üsyanının gedişində. 12-ci suala baxırıq. Hadisələrdən biri 19-cu əsrin 70-ci illərində baş verməmişdir. Fransa-Prusiya müharibəsinin baş verməsi 1870-71-ci ildir, bu baş verib. Berlin konqresinin çağırılması 1878-ci ildir, bu da baş verib. Sülhün imzalanması 1878-dir, yəni 77-78 müharibənin yekununda. Osmanlıda konstitusiyanın qəbul olunması 76-cı ildə, bu da baş verib. Yaponiyanın özünün təcrid siyasətinə son qoyması 1854-cü ildə ABŞ ilə müqavilənin bağlanması, istimada və hüquq yəni onlara ticarət hüququ verməsi ilə bu yapallıq siyasəti aradan qalxmışdır. Cavab Y bəndidir. 13-cü suala baxırıq. Deyir ki, 17-ci əsrin ikinci 10 illiyində Osmanlı sultanı və
17-ci əsrin 50-ci illərində isə Səfəvi şahı üçün oxşar cəhət kimi götürmək olar. Yəni ikinci 10 illik odur ki, yəni 11-20-ni təşkil edir. 50-ci illərdə 50-59-u əhatə edir. Deməli, baxırıq. Çar Rusiyası ilə müqavilə imzalamaları heç birisinə aid deyil. Terek çay sahilində Rusların tikdirdiyi qalaların dağıdılması üçün əmr vermələri, bəli, bu doğru cavabdır. Bilirsiniz ki, 1612-ci ildə 2-ci İstanbul sülhü tanınan müqavilədə Amasya sülhünün şərtləri təsdiq olunsa da, amma Osmanlı sultanı əlavə şərt irəli sürmüşdü ki, Səfəvilərin qarşısında Səfəvilər öhdəlik götürmüşdü ki, yəni sultanın əmrinə uyğun olaraq Terek qalasının dağıdılması haqqında, yəni Osmanlı sultanının fərmanına Səfəvilər mane olmayacaqdılar. Həmçinin 1653-62-ci illərdə Rusların Terek çayı sahilinə, məxsus Səfəvilərin nüfuz dairəsində olan ərazilərdə qalalar tikməsinə cavab olaraq, yəni Şirvan bəylərbəyi Xosrov xanı 2-ci Şah Abbas oranı göndərdi və nəticədə Rusların tikdirdiyi qalalar dağıdıldı. Məhz oxşar cavab B bəndidir. Portuqallarla mübarizə, yəni Osmanlılara o dövrə qeyd olunmur, amma hər ikisi aparır mübarizə, amma tarix zaman baxımından uyğun gəlmir. D bəndinə baxırıq, sənətkarlıq xəzinəyə olan borclarını ləğv etmişdir. Bu Şah, yəni 2-ci Abbasa aiddir. E bəndinə baxırıq, ənənəvi ticarət yolu olan böyük ipək yolundan istifadə edənlərdən ağır gömrük rüsumları almaları artır. Bilirsiniz ki, 16-cı əsrdən etibarən ənənəvi ticarət yolu dəyişmiş. 17-ci əsrdə isə Osmanlı və Səfəvilər bu yoldan kənarda qaldığı üçün artıq bu addım atmaq mümkün değildi. Bu sadəcə bir formal çaşdırıcı cavab kimi qoyulmuşdur testdə. 14-cü sual deyir ki, 16-cı əsrdə baş vermiş döyüş Trafalgar 1805 oktyabrda İngilislər Fransızları məğlub etdilər. Dəniz döyüşü idi. B. Neizbi 1645-də İngiltərə vətəndaş müharibəsi dövründə baş vermişdir. C. Panipat döyüşü 1526-cı ildə Kabul hakimi Zahirəddin Babur Dehli Sultanı İbrahim Lodini məğlub edib, Dehli Sultanını süquta uğradır və Hindistanda yeni bir türk müsəlman dövləti olan Moğol dövlətini yaratdı. Cavab C bəndidir. Ankara döyüşü 1402-də Teymurlarla Osmanlı arası Teymur qalib gəlmişdi. Poltava döyüşü 1709, burada da Şimal müharibəsinin gedişində Ruslar qələbə qazandı və müharibədə Rusların xeyrinə dönüş yaratdı. Keçirik növbəti sualın izahına. Demək, gördüyünüz kimi növbəti sualımız da xəritə sualdır. Biraz bizim onu kiçiltməli olacaq ki, tam sual görsənsin. Deməli, belə deyir sualda, sual belədir ki, xəritə sxemdə verilmiş dövlətlərin üzərində qeyd edilmiş tarixlər üçün oxşar gələn hadisə 17-ci əsr, 19-cu əsr ilk dəfə qanunverici hakimiyyət orqanlarının çağırılması, yəni birində 13-cü əsrdə 1265 İngiltərədə ilk dünyada parlament olaraq çağırılmışdı. 19-cu əsrdə isə yəni Fransada, yəni qanunverici orqan 1302-ci il, yəni zaman baxımından uyğun gəlmir. Keçirib B bəndinə Flandriya uğrunda mübarizənin aparılması bu 14-15-ci əsrə aiddir. 100 illik müharibənin tərkib hissəsidir. C bəndinə baxırıq. İmperiyanın idarə sisteminin süqut etməsi, xeyr, İngiltərədə imperiya 2-ci Dünya müharibəsindən sonra süqut eləyəcək, amma Fransada götürmək olar 1-ci Napoleonun, 3-cü Napoleonun imperiyalarını. D bəndinə baxırıq. Respublika idarə üsulunun yaradılması, bəli, 1649-cu ildə İngiltərədə inqilabın gedişində, Fransada 1848-ci il inqilabın nəticəsində məhz hər ikisi nəticəsində Respublika, Fransa hətta 2 dəfə 19-cu əsrdə Respublika yaranıb, yəni 1848, 1870, 70-ci ilə yarandı, 71-ci ilə məhz Almaniya imperiyası ilə müqaviləni Fransanın 3-cü Respublikası imzalamışdır. Hörmətli izləyicilər, yəni bəyənməyi, paylaşmağı da unutmayın. Demək keçirik 16-cı suala. Hadisə nəticə əlaqəsi doğru verilmişdir. A bəndi. Moxas döyüşünün baş verməsi Osmanlının dünyanın böyük dövlətlərinə binə çevirməsi bu Konstantinopolun işğalı nəticəsidir. Bunu götürə bilmərik. B. Xaçı yürüşlərinin baş verməsi Hindistanın qarət olunması. Xeyr, xaçı yürüşlər şərq müsəlman dövlətlərində olub. Hindistanla heç bir aidiyyəti yoxdur. Böyük coğrafi kəşflər olsaydı götürə bilərdik. C bəndinə baxırıq. Normandiya işğalının baş verməsi İngiltərə daxili və xarici ticarətin inkişaf etməsi məhz doğru cavab C bəndidir. Digər cavabları da oxuyaq. Vestfaliya sülhünün imzalanması ilk dəfə Alman knyazlarının
öz etiqadlarını sərbəst seçmə hüququnu əldə etməsi, xeyr, bu 1555 Auqsburg sazişinə aiddir. E bəndinə baxırıq. Roma imperiyasının parçalanması Avropada feodal dağınıqlığı dövrünün başlanmasıdır. Deməli, cavab oldu C bəndi doğru cavab. Müqəddəs Roma imperiyası parçalanması olsaydı götürə bilərdik və çaşdırıcıdır. Roma imperiyasının Almaniyaya heç bir əlaqəsi yoxdur. 17-ci sual. Tarixi biliklərə əsaslanaraq cavab verin. 18-ci əsrin sonlarında şərq məsələsi reallaşsaydı, çox məntiqi düşündürücü bir mühakimə lazımdır ki, burada Osmanlı dövləti Avropadakı torpaqların bir hissəsini itirərdi. Burada itirməsi itirəcəkdir, amma tam doğru cavab bizə lazımdır. Balkanlarda İngiltərə mövqeyi güclənərdi. Xeyr, Balkanlarda Avstriya və Rusiya məsələsindən gedir söhbət. Çar Rusiyası Qara dənizə çıxış əldə edərdi. Xeyr, etmişdi. Kiçik Qaynardan sonra bu məsələlər ortaya çıxmışdı. Avstriya ona vəd edilmiş əraziyə sahib olardı. Cavab D bəndidir. Çünki bilirsiniz ki, şərq məsələsinin tərkib hissəsi olan Yunan layihəsinə əsasən, yəni Konstantinopol işğal olunmalı, İstanbul daha doğrusu Konstantinopol adlandırılmalı, Rusiyanın himayəsində yaradılacaq, bərpa olunacaq Yunan imperiyasının paytaxtına çevrilməli idi. Balkan yarımadasının qərb hissəsindəki ərazidə Avstriyaya verilməli. Cavab D bəndidir. Y baxırıq. Y bəndinə müstəqil və güclü Bizans imperiyası yox, Rusiyadan asılı və Rusiyanın himayəsində olan bir dövlət bərpa olunmalı idi. Ona görə də bu E bəndini yox, məhz D bəndini daha doğru cavab hesab etmək olar. Növbəti sualımız yenə də xəritə sualıdır. Özü də ki, səbəb nəticə üzərində qurulmuş və daha düşündürücü sualdır. Deməli, nə deyir sualda? Biraz da bunu keçirməli olacaq, hörmətli izləyicilər. Siz də bu arada bəyənməyi, paylaşmağı unutmayın. Deməli, nə deyir sualda? Deməli, deyir ki, xəritə və cədvələ əsasən düzgün bəndi müəyyən edin. Deməli, 1 İngiltərədir, 5 Fransa, 2 İspaniya, 3 Almaniya, 4 İtaliyadır. Dövlətlər və oxşarlıqlar. Antanta hərbi blokunun üzvü olmuşdular. 3 pozur Almaniyadır. Bu 3-lər ittifaqdan sonra 4-lər ittifaqın üzvü olub. Bu 1 getdi. 2-yə baxırıq. Deməli, ikinci sərb yürüşündə iştirak etmişdilər. Deməli, ikinci sərb yürüşündə İspaniya və İtalyan deyir. Bu da yenə heç bir əlaqəsi yoxdur. Çünki o zaman İspaniya dövləti yox idi. Müxtəlif dövrlərdə Fransa ilə mübarizə aparmışdılar. Deməli, İspaniyada aparıb 30 illik müharibədə məxsusən. İngiltərə məlum məsələdir. 3 də Almaniyada məlum məsələdir. Deməli, 3 doğru cavabdır. Sonra keçirik 4-cü suala, 4-cü nömrəyə. 2, 3, 4-dən danışır. 30 illik müharibədə iştirak etmişdir. 30 illik müharibədə İspaniya, Fransa, İtaliya və ümumiyyətlə İngiltərədən başqa bütün Avropa dövlətləri iştirak edir. Bu da doğru cavabdır. 3-dən 4 doğru cavabdır. Gəlirik. Dəniz döyüşlərində İngiltərəyə məğlub olmuşdular. Bəli, İspaniya və Fransa. Belə, yəni hər ikisi, yəni 1588-ci ildə İspaniya, 1805-ci ildən başlayaraq müxtəlif dövrlərdə məhz Fransa İngiltərəyə, hətta 100 illiyin əvvəllər, 100 illik müharibənin əvvəlində də dəniz döyüşlərinə məğlub olmuşdular. Məhz doğru cavab 3, 4, 5 məhz A bəndi doğru cavabdır. Keçirik növbəti sualın izahına. Bəzən sualların böyüklüyü, həcmi səbəbindən biz onu kiçiltməli oluruq. Ona görə də üzrlü sayın. Deməli, gəlir burada nə deyir? Uyğunluğu müəyyən edin. Döyüşlər və nəticələr. Deməli, nəticələrə əsasən biz döyüşləri təyin etməliyik. Atropatena yenidən müstəqil oldu. Eradan əvvəl 190-cı il Maqneziya döyüşünün nəticəsində deməli Maqneziya olmalıdır. Osmanlı dövləti qüdrətin zirvəsinə çatdı Moxaç döyüşündə. Deməli 1526-cı ildə Şimali Alman İttifaqı yaradıldı Sadova döyüşünün nəticəsində. Cavab məhz D bəndidir. Keçirik növbəti sualın izahına. Deməli nə deyir burada? Deməli qalxırıq yuxarı. Hansı bənddə müqavilələrin ardıcıllığı səhv verilmişdir? Biraz da yaxınlaşdıraq sualı.
Hansı bənddə müqavilələrin ardıcıllığı səhv verilmişdir? Gent 1812, 14 daha doğrusu 12-14 ikinci istiqlaliyyət müharibəsinin nəticəsində ABŞ və İngiltərə arasında bağlanmışdı. Paris 1856, yəni Krım müharibəsi nəticəsində. San Stefano 1878, bu doğru verilib, səhv olanı tapmalıyıq. Tilsit 7-dir, Paris 56, Pekin 60-dır, bu da doğru verib. Nankin 42, Portsmouth 1905, Ayqon 58, C-də pozulub. Baxaq digər variantlara. Kiçik Kaynaca 774, Kürəkçay 1805, Buxarest 12, Niştat 21, Versal 71, Yassı Versal 1783, ABŞ ilə İngiltərə arasında, Yassı da 1791. Məsələ doğru cavab C bəndi. Ayqon Portsmouthdan əvvəl gəlməlidir, amma sonra verilmişdir. 21-ci suala baxırıq. 13-cü əsrdə Azərbaycanda yerli feodallar və Qızıl Ordu dövlətində isə Tarxanlar üçün oxşar cəhət Monqol xanlarının əsas müttəfiqi idilər. Xeyr, əslində yerli feodallar sıxışdırılırdı Monqollar tərəfindən. Xandan yarlıq adlanan fərman alırlar. Bəli, deməli yerli feodallar hər dəfə Monqol dövlətində yeni xan taxta çıxanda onlar yəni xandan öz mülklərini idarə etmək üçün fərman alırdılar yarlıq adlanan. Amma Qızıl Orduda fərqli olaraq Tarxanlar imtiyaz əldə edərək vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Məhz doğru cavab elə məhz A bəndidir. B bəndidir, üzrlü sayın. 22-ci sual. Eradan əvvəl 5-ci yüzillikdə qədim Romada plebeylər xalq tribunu seçmək hüququ əldə etdilər. Onlar bəli, əldə etmişdilər. Çünki hətta əvvəllər 10 ildə yazılırdı. Eradan 490-cı ildə Marafon döyüşünün baş verdiyi ilə uyğun gəlirdi. İndi baxaq digər variantlara. Orduda xidmət etməyə başladı. Xeyli padşahlıq dövründən 8-ci əsrə əsasən orduda xidmət edirdilər. Tam hüquqlu vətəndaş oldular. Xeyr, bu 3-cü əsrin ortalarında baş verdi. Vətəndaş müharibəsində qalib gəldilər. Xeyr, vətəndaş müharibəsi ola bilməz. Çünki onlar vətəndaş deyildilər. Çünki vətəndaş müharibəsi o müharibə deyilir ki, vətəndaş hüququ ilə malik olan iki qrup arasında gedirsə, bunu vətəndaş müharibəsi adlandırmaq olar. Hələ o vaxt plebeylər vətəndaş hüququ almamışlar. Çünki müharibə, yəni plebeylərlə patrislər arasında mübarizə 509-da, yəni 6-cı əsr sonlarından başlayır respublika qurulmasından sonra. Çünki səbəbdə hüquqsuz qaldıqları üçün. Amma bunlar 3-cü əsrdə müharibədən sonra tam hüquqlu vətəndaş hüququ alır və ya da olurdular. Tutduqları vəzifəyə görə əmək haqqı alırdı. Xeyr, Yunanistandan fərqli Romada yoxsullar əmək haqqı almadıqları üçün vəzifə tutmaqdan maraqlı deyildilər. Deməli, növbəti sualımız yenə xəritə sualdır. Xəritədə ulduzla işarələnmiş qədim dövlətlər üçün ümumi cəhətləri müəyyən edin. Deməli, Makedoniya və Romadan gedir söhbət. Qədimdə, yəni Yunanistan şimalında məhz gördüyünüz bu ərazi Makedoniyadır. Bu isə məhz Romadır, yəni qadın çəkməsi və diş tabanına oxşayır. Deməli, nə deyir? Ortaq cəhətini istəyir. Yunanistanın işğal edilməsi, bəli, hər ikisi, yəni biri 338 Xeyronoya döyüş nəticəsində Makedoniyaya aiddir. Misri hərbi yürüşlərin təşkil edilməsi, bəli, İskəndərin dövründə Makedoniya, Oktavianın dövründə Roma. Məhz doğru cavab 1-lə 4-dür. Xronoloji ardıcıllığı müəyyən edin. İkinci Göytürk dövlətinin yaranması 682-ci ildir. Qutluq yaratmışdı, amma xilas etdiyi üçün bunu İltəris adlandırırlar. 2. Şərqdə feodal münasibətdən yaranması 3-cü əsrdir. 3-ə baxırıq. Vandal krallığının yaranması 5-ci əsrin ortalarıdır. Şimal Afrikada, yəni Karfagenin yerində yaranmışdı. Müasir dövrdə Tunis yerləşir onun ərazisində. Roma imperiyasında xristianlığın rəsmi dövlət dini elan olunması. Roma imperiyasında xristianlığın rəsmi dövlət dini elan olunması da 313-cü ildir. İndi baxırıq. Deməli, birinci gələcək 2, sonra 4, deməli 24, 31. Cavab 24, 31-dir. Doğru cavab. Hörmətli izləyicilər, abunə olmağı unutmayın ki, çünki növbəti sınaqlarımızın daha da bundan gözəl, məntiqli, maraqlı öyrəci testlərimizi biz mütəmadi olaraq izahlarını verəcəyik. Siz də abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Növbəti deməli sual 25-ci sualdır.
25-ci sual deyir ki, Fransa dövlətinə daha doğrusu aid verilmiş döyüşlərdən nəticə baxımından fərqlənən döyüşlər. Yəni deyir ki, döyüşlər Fransa tarixinə aiddir. Yəni bu iki gördüyünüz döyüş Austerlitz və Borodino döyüşündən gedir söhbət. Sual biraz fərqli qurulmuşdur. Ənənəvi sual formasında deyil. Deyir ki, Fransa dövlətinə aid verilmiş döyüşlərdən nəticə baxımından fərqlənən döyüş. Yəni burada Fransızlar məğlub isə qalib olub. Birinci onu müəyyən etməliyik. Ondan sonra digər fərqlənən döyüşləri tapmalıyıq. Deməli, Austerlitz və Borodino'da Fransa bilirsiniz ki, qalib gəlib. 1805-ci ilin dekabrında Austerlitzdə, yəni Fransa dövləti Avstriya və Rusiyanın birləşmiş qüvvələrinə qalib gəlib. Borodino'da yenə də Rusiyaya qalib gəlib, amma böyük itki hesabına Napolyon bunu bacarmışdı. Sedanda məğlubdur. Bizə nəticə baxımından fərqlənənləri istəyir. Trafalgar fərqlənir, məğlubdur. Waterloo məğlubdur. Marnada isə qalibdir. Deməli, 2, 3, 4 fərqlənir. Çünki niyə? Bunlarda qalib olub. 2, 3, daha doğrusu 1, 3, 4-də isə məğlub olub. Navarində qalibdir. Marnada qalibdir. Amma Sedanda 1870-də məğlubdur. 1805 Trafalgarda məğlubdur. 1815 Waterloo'da məğlubdur. Ona görə də 1, 3, 4 məhz doğru cavabdır ki, nəticə baxımından o döyüşlərdən fərqlənir. Gəlir yenə mətin sualına. Deməli, deyir ki, 2-ci Yekaterina 1762-1796-cı illərdə hakimiyyətdə olub, Saray çevrilişi nəticəsində hakimiyyətə gəlib, islahatlar davam etdirib, quberniya islahat keçirdib və Osmanlı üzrə qələbə qazanaraq Rusiyanın 17-ci əsrin qarşı qoyduğu xarici siyasətdən, yəni Pyotrun dövründə reallaşa bilməyən Qaradəniz sahillərə çıxışı da məhz bu Yekaterina təmin etmişdir və ya da etdi. İndi baxırıq. 2-ci Yekaterina Osmanlı dövləti ilə baş verəcək yeni müharibə üçün hazırlıqlara başladı. Avstriya ilə ittifaq yaratdı. Yeni donanmalar yaradıldı və qalalar tikdirildi. Bilirsiniz ki, söhbət 1783-cü ildə Krımın işğalından sonra Yekaterina yaxşı bilirdi ki, Osmanlı bu işğalla barışmayacaq. Onun üçün Osmanlı ilə yeni bir müharibədə hazırlıq üçün əvvəl Avstriya ilə ittifaq yaratdı. Sonra isə yeni qalalar və donanmalar məhz yaratdı və yaxud da hazırlatdı. Baxırıq, 18-ci əsrin 80-ci ildə baş vermişdi, bəli, 1787-91-ci illərə əhatə edib. Rusiya ilk dəfə Qaradənizə çıxış əldə etmişdi. Xeyr, bu 1768-74-cü il Kiçik Karnizədən bitən müharibə aiddir, beyni götürə bilmərik. Kiçik Karnizə sülhü ilə bitmişdi, yenə də bunu götürə bilmərik. Osmanlı Cənubi Qafqazda fəal siyasət yürütməkdən məhrum oldu. Bəli, Yassı sülhünün nəticəsində A, D götürəcəyik. Dnestr çayı Osmanlı və Rusiya dövlətləri arasında, yəni arasında, burada hərf səhv gedir, demə bunu düzəldək. Arasında məhz sərhəddə çevrildi. Bəli, çünki Kiçik Qarabağ Buq çay sərhəddi idisə, məhz Yassıda Dnestr çayı, yəni Buqdan Dnestrə qədər ərazi verildi, Qaradəniz sahilləri verildi. Rusiyaya cavab olacaq A, D və Y. A, D, Y məhz 26-cı sualın doğru cavablarıdır. Deyir ki, bu Səfəvi şahları hakimiyyətə gələndə artıq dövlət bir neçə istiqamətdən hücuma məruz qalmışdır. Bu şahların hakimiyyətlər dövründə işğalçılarla uğursuz müqavilələr bağlanması ilə yanaşı, onlar eyni zamanda işğal edilmiş torpaqların azad olunması üçün mübarizə də aparmışdılar. Deməli, birinci müəyyən etməliyik ki, uğursuz müqaviləni bağlayan, hakimiyyətə gələndə işğal altında olan ərazilər hansı şahların dövrünə təsadüf edir? Bu, 1-ci Abbas və 2-ci Təhmasibdən gedir söhbət burada. Verilmiş mətndə haqqında bəhs olunmuş Səfəvi şahları müəyyən edin. Cavab burada, deməli, şah 1-ci Abbas və şah 2-ci Təhmasib. Məsələ, yəni cavab 3 ilə 4-dən gedir. Yəni 3, 4 məhz 27-ci sualın doğru cavabıdır. Deməli, baxırıq situasiya sualına. Sizə təqdim edilmiş mətni oxuyun və 28-30-cu suallara cavab yazın. Roma ilə Karfagen arasında eradan əvvəl 3-cü yüzilin ortalarında başlanan müharibə fasilələrlə eradan əvvəl 146-cı ilədək davam etdi. Romalılar Karfagenliləri Punlar adlandırdığına görə bu müharibə tarixə Pun müharibəsi adı ilə daxil oldu. Müharibənin gedişində Siciliya, Sardiniya və Korsika adaları Romalılar tərəfindən işğal olundu. Bununla da Aralıq dənizinin qərb sahilləri Romanın hakimiyyəti altına düşdü.
İndi bir suallara biz doğru cavab verməliyik. Baxırıq birinci suala. Mətndə haqqında bəhs olunan müharibənin baş verdiyi vaxt qədim Roman siyasi idarə forması mənəvi yazın Respublika, Erdən 509 və Erdən 27-ci illər. Roman siyasi tarixin ikinci dövrü idi padşahlıqdan sonra. İndi burada xəritə sual verib. Müharibənin hansı əraziyə sahib olmaq uğrunda Siciliyadır? 1. Sardiniyadır, 2. Karfagendir, 3. Pirney və İspaniya, 4 isə Peloponnes və Spartanın yerləşdiyi Yunanistan ərazisidir. Məhz doğru cavab 5-dir ki, Siciliya sahib olma uğrunda gedirdi. 30-cu suala baxırıq. Tarixi biliklərinizə əsasən mətndə müharibənin qeyd edilməyən nəticələri mənəvi yazın. Karfagen məğlub oldu, Roman əyalətinə çevrildi və Roma Aralıq dənizi qərb sahilində qəti olaraq möhkəmləndi. Bu günlük bu qədər. Hörmətli izləyicilər, yenə də deyirəm, yəni kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Çünki sizi qarşıda daha maraqlı sınaqlar gözləyir. Sağ olun. Növbəti inşallah izahədək.